Gel dostum. Bu gece Dilhəm xanımın qonağıyıq. Özü yoxdur, amma bu qalıqlar o şir ürəkli qadının yadigarıdır. Xoş gəlmisən müntəqimi kərrar. Nihayət ki, mən öz arzuma çatdım. Həcdən qaydacağını bilirdim. Çadırı qurdum ki, gecəni orada keçirəsən. Hey! Hara? Atı hara aparırsan? Axı atsız özümü Kufiyə çatdıra bilmərəm. Şeytana daş atmağın bu idi, Muxtar. Bu qədər vaxtı Kəbədə neynirdin? Sənin iradən hələ zəifdir. Əgər eşq karvanına minsəydin, bir göz qırpımında Küfədə olardın. Şeytan sən özünsən. Şeytan sən özünsən. Bir-birimizdən ayrılmalıyıq, dost. Sən get, mən burada qalıram. Burada o qədər qalmalıyam ki, Allah mənə rəhm eləsin. Get. Mən tənha qalmalıyam. Mənə kömək elə, get. 3 il Allahın evinin kənarında qaldım, amma hələ də şeytan mənim içimdədir. Allah məndən küsüb, məni öz başına bıraxıb. Get. Niyə başa düşmürsən, heyvan? Sən bu vaxta qədər bir şeytan gəzdirmisən. Niyə dayanmısan? Get! Muxtar, Hüseynin intiqamını alanın qəlbi pərişan olmalıdır. Nə qədər ki, ayağın torpağın üstündədir, Hüseynin cərgəsində döyüşə bilməzsən. Vəhəb Muxtar, Vəhəbi yada sal. Nəsrani Vəhəblə həmsəfər ol ki, aşiqliyin yolunu, qaydasını öyrənəsən. Görürsən gəlinim, bu uca boylu, qəddi qamətli, şir ürəkli cavan, dünənki utancaq bəydir ki, bir baxışla utandığından üz-gözü qulaqlarının dibinədək qızarırdı. Görürsən bu zirehli necə də sevimli və şücaətli olub. Bu döyüş libasında sənə daha çox aşiq oldum Vəhəb. Onu meydanda görsən, ağlını, huşunu başından çıxarar, səni dəli eləyər. Vəhəb bugün təzə gəlinin ürəyini özünə daha da cəlb etmək istəyir.
O bugün meydanda öz mərdanə səsi ilə anasının laylasında deyilənləri oxuyub qılıncını oynatmaq istəyir. Bilirəm ki, oğlum bugün yeri, göyü, hətta düşmənləri, fələkləri özünə məftun edəcək. Məni şir eləmə anacan. Qorxuram xəcalətdə olum. Sən şirsən oğlum. Mən də doğduğumu bilirəm. Bacarırsan Vəhəb. Nəyi? Yaxşı döyüşməyi. Anamın ümid elədiyi qədər yox. Atla qılınc hər bir ərəbin abır həyasıdır. Mən də ərəbəm. Abır həyamı qorumağa çalışacağam. Düşmən minlərlədir, bizsə 100-dən də azıq. Bu cür hallarda ən mahir döyüşçü belə öz bildiyini itirər. Bu döyüşdə yalnız eşq işləyir. Eşq olsa əl də, qılınc da neynədiyini bilər. Ömrümün gülü. Allah bizi çox istəyib ki, Peyğəmbər nəvəsinin yoluna hidayət eləyib. Sən Hüseynin əli ilə səadətə çatmısan. Zəhranın dürdanəsinin yavərisən. Axı sənin çiyninə xoşbəxtlik quşu qonub. Mələklər aləminə dəvət olunmusan. Uşaqlıq eləsən, qonaqlığa yetişməyəcəksən. Anacan, elə danışırsan ki, elə bir Vəhəbi sonuncu dəfədir görürük. Bugün Kərbəlada İsmaillər qurban kəsilmək üçün bir-birinin ardınca növbəyə durublar. Mənim oğlum da onlardan biridir. Vəhəb qurbangaha gedir ki, qanını səninlə mənim əlimə həna eləsin. Bəs mən başımı haranın külünü töküm? Mənim nə qardaşım, nə də ki qohum əqrabam var. Heç 20 gün deyil ki sizin gəliniz olmuşam. Yeganə eşq və ümidim Vəhəbdir. Olmazsa kimə sığınacam anacan? Gözəl gəlinim. Müğayət ol ki, göz yaşların şeytanın vəsvəsəsi olub ərinin ayağını büdrətməsin. Sənin kimi sinəsi dağlı aşiq, məşuqunun əbədi xoşbəxtliyinə mane olmaz. Anacan, təzə gəlinimi sənə, səni də Hüseynin Allahına tapşırıram. Söz ver ki, Vəhəbə baxdığın kimi onun da qayğısına qalacaqsan. Arxayın ol, şir ürəkli oğlum. Bundan sonra bu balaca mələk həm gəlinim olacaq, həm də oğlumun yadigarı. Bir şərtlə meydana getməyinə razı olaram Vəhəb. Şərt, bugün Hüseynə kömək eləmək cəddinin ümmətinin yaxşı insanlarının boynundakı vəzifədir. Allahın təklifinə şərt qoymaq insafsızlıqdır. Sözüm sözdür Vəhəb. Şərtimi qəbul eləməsən həm Hüseynə, həm də Hüseynin Allahına şikayət eləyəcəm. Şərtin nədir? Qəbul eləyəcəyinə söz ver deyim. Axı bilmədiyim halda necə söz verim? Qorxma Vəhəb, qorxma. Mənim kimi bütün ümid arzularının və rüyalarının gözünün önündən uçub gedən təzə gəlinin şərti çox güman ki insaflı olacaq. Lap yaxşı. Əgər onun şərti sənin getməyinin əleyhinə olsa, onda necə? Qəbul edəcəksən? Anacan, mən gərək süst iradə olam ki, ərimin iradəsini qırmaq istəyəm. Məyər bu yaşımda öz xoşbəxtliyimi qorumaq üçün çalışıb çapalamağa haqqım yoxdur anacan. Bilmək istəyirəm. Siz oğlunuzu necə istəyirsiniz? Bəs mən istəməyim. Qorxmayın. Şərtim elə şərt deyil ki, onun mələklər aləminə getməyinə mane olsun. Lap yaxşı, lap yaxşı. Qəbul elədim. Gərək söz verəsən ki, mənə dünyada verə bilmədiyini orada verəcəksən. Gərək söz verəsən ki, qiyamətdə mən sənin gəlinin olum, sən də mənim ərim. Sübhanallah. Haralarda seyr edirsən, xanım? Həmin yerlərdə ki, sən oranın eşqi ilə pərvaz eləyirsən. Cəhənnəmli olsam onda necə? Yenə məndən şərik olarsan? Hüseynin fədailəri üçün cəhənnəmin qapıları bağlıdır. Əcəb şərt qoymusan.
Hə və hə. Şərti qəbul eləyirsən? Qəbul eləməyib neyniyəcəm? Qəbuldur. Sən gərək zamin verəsən ki, arxayın olum. Şərəfimdən üstün nə zamin ola bilər? Öz yerində. Amma mən istəyirəm ki, sərvərimiz Hüseyn sənə zamin dursun. Ey Küfənin üzü qara və qəlbi kör məxluqları! Siz Bəni İsrail qövmündən də pissiz. Neynədiyinizi bilirsiniz? Siz öz peyğəmbərinizin oğlunun yolunu kəsmisiniz. Məyər Hüseyn sizə nəsə bir pislik eləyib? Yoxsa sizin haqqınızı tapdalayıb? Yaxud onun boynunda sizin qanınız var ki, onu öldürmək istəyirsiniz. Allaha and olsun, əgər Hüseyndən əl çəkməsəz, qiyamətədək aranızdan sülh ərşə çəkiləcək. Zillət və xarlığa düçar olacaqsınız. Allahın bərəkət və neymətləri sizə nəsib olmayacaq. Ey cavan, mucizələrinlə bizi dəngələdin. Kimsən? Vəhəb İbni Abdullah İbni Hubabi Kəlbiyəm. Seyyidim və sərvərim Hüseyn ilə görüşməzdən əvvəl tərsaların məzhəbindən idim. Hüseynin əməl və sözlərindən sonra onun aşıqı oldum. Onun fədaisi oldum. Allaha and olsun, İsa Məsih mələklər aləmində Hüseynin intizarının həsrətindədir. And olsun ayın, günəşin, ulduzların xaliqinə. And olsun yerin və coşub daşan dəryaların xaliqinə. And olsun yağışı yağdırana ki, gəlmişəm şirin canımı, sonuncu peyğəmbərin nəvəsini himayə eləmək üçün burada fəda eləyim. Hüseyni himayə eləmək üçün müsəlman tapılmadı. Tərsaların köməyinə möhtac olub. Get uşaq, biz əhli kitabla vuruşmuruq. Allah ağzını yumsun zalım. Sən öz səmavi kitabına qılınc qaldırmısan. Hüseynin batıl olmağı üçün bu kifayətdir ki, sənin kimi bir tərsa uşağını döyüşə göndərib. Heç bilirsən çiynində daşıdığın əşyalar nədir ay uşaq? Durub bu balaca uşağın sehir cadusuna tamaşa eləyirsən. Get onun anasının yasına oturt. Gedək! Hı! 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 Hı!
Onu devreye alın, işini bitirin. Hey! Əxlaqsız qadının oğlu! Sənin bu hilələ təəccüb eləmirəm. Qərar qoyulmuşdu ki, təkbətək vuruşaq. Kişi sənsə özün meydana gəl. Hər kim bu ilan balasının başına əssə, ona yaxşı ənamım var. Axmaqlar, ölüsündən də qorxursuz? Əmir, o hələ də sağdır. Tərsaqlar kimi sələbə bağlayın ki, görək əmrin qərarı nə olacaq?
Heç nə inədiyini bilirsən Şümür. Bu nə büsatlı qurmusan? Kəlbilərdən olan Vəhəb adlı birisidir. Hüseynin sahabəsi olmamışdan əvvəl tərsa idi. Bu avam cəmaata Hüseyn və sahabələrinin müsəlman olmadığını inandırmaq üçün yaxşı Bu dəlildir. nə sözlərdir danışırsan Şümür? Bu cür mərəkələrə vaxt itirmə. Bu xəbər tərsalara çatsa, hamımız tələf olarıq. Gərək təkbətək döyüşə razılıq verməydin Ömər. Bizim tərəfdarlarımız ölümdən qorxurlar. Hüseynin tərəfdarları isə ölüm həsrətində. Onların hər biri bizim qoşunumuza bərabərdir. Məsələn bu, elə bu tərsa uşağı. Bizim neçə məşhur pəhləvanımızı öldürdü. Onun başını bədənindən ayırıb anasına göndərin. Bir də ki Şümür, Hüseynin dostlarına qoşundan söhbət eləməyə imkan vermə. Bunların dillərinin gücü heç də qılınclarından az deyil. Bəli, əmir. Bu baş Əmir Ömer İbni Sa'd'ın tərəfindən Vəhəbin anasına peşkeşdir. Bizim şenimize layık değil ki Allah yolunda verdiğimizi Tanrı'dan geri isteyek.
Həccin qəbul olsun Müntəqi Mükərrar. Qalx, Küfə yolunu gözləyir. Ya Allah, Yedi. Siz neynəsiz? Siz niyə xanımcan? Pis əkmişəm? Pisi də, yaxşısı da sizə fəda. Siz xanımlıq eləməlisiniz. Əlləriniz çat-çat, qabar-qabar olsa, bu İsaqa nə cavab verərəm? Özümü məşğul eləyirəm ki, başıma hava gəlməsin Zerbi. Nədən nigaransan xanım? Məkkədən Küfəyə qədər neçə günlük yoldu Zerbi? Hansı ayaqla? Ayaq? Hə, qatır və dəvənin ayağı ilə bir ay, sürətli atla 20 gün. Dəvənin ayağı ilə də hesablarsaq, Muxtar indiyə qədər çatmalıydı. Qorxuram yolu itirmiş ola Zerbi. Əbu İsaq yolu itirməz. O səhranı ovucunun içi kimi tanıyır xanım, hələ çatmayıb. Bəs hara gedib? De görüm hara gedib? Ürəyiniz narahat olmasın xanım. Əbu İsaq gedəndə də bu yolu tək gedib. Yəqin ki, gecikməyinin də hikməti var. Bəlkə də qəsdən yolu uzadıb ki, Məkkə məmurlarını çaşdırıb azdırsın. Hürrə hanı? Hürrə hanı Zerbi? Buralardaydı. Torpaqla oynayırdı. Hürrə! 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 Ay Allah, birdən balam çala-çuxura düşər. Həyəcanlanma xanım. Çala-çuxura düşsəydi, hayküyü aləmi bürüyərdi. Çay! Çay Zerbi! Hürrə! 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 Hardasan dayı qurban? Hürrə! 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 Hardasan dayı qurban? Hardasan Hürrə?
tutmuşam. Bu uşaq hansı dildə danışır xanım? Atasının dilində danışır. Qızınızdır? Sənin öz qızındır. Heç sənin belə dovşanın var? Sən həmişə adamı qəfildən yaxalayırsan. Qəfildən yaxalamaq ovçunun peşəsidir. Ov qəfildən yaxalanmasa ov olmaz. Hürrə! Hürrə! Hardasan dayı qurban? Belə şey olar. Tut sənin zatına uşaq. Belə də dəcəl, belə də sər qız uşağı olar. Dünya tərsini dövr eləyir. Görmüşük qız uşağı anasına oxşayar. Bu uşaq zərrə qədər də anasına oxşamır. Eynən atası kimi yerində qaynayır. Birdən ilan əqləb sansa mən neyniyərəm, hə? Səni görüm zatın yansın uşaq. Bu ki bizim Əbu İshaqdır. Əmanəti belə qoruyursan Zerbi. Uşaq az qala tələf olacaqdı. Sənə qurban bacıoğlu, bu uşaq adam balası deyil ki. Oddur, alovdur, qara bəladır. Zerbi, Bəli xanım, yalan demirəm ki, bu uşağın heç nədən qorxusu yoxdur. Bütün yırtıcılar, vəhşilər onun əlindən dad eləyirlər. Bir gün bu əlim qalınlığında ilanın dalınca düşmüşdü. Allah üzümüzə baxdı ki, sancmadı. Mən bu cür tərs, inatkar, qorxmaz qız uşağı görməmişdim. Oğlan olsaydı inanın ki, atasının qollarını arxadan bağlayardı. Baxın, indi bu dilsiz, ağılsız dovşanı o qədər çıxacaq ki, canı boğazından çıxacaq. Bırak geçsin dayı qurban. Lulu, xoxa, həp həp. Gördün, sıxdım amma ölmədi. Buyur bacıoğlu. Bu da o bir əmanətin. Çevik və qıvraq. Sizin qoxunuzu hiss eləyib dözmür. Həqiqətən də çox yaxşı əmanətdarsan Zerbi. Hə də, bundan sonra olmayacaq. Az qalmışdı əmanətlərinin altında belim sınsın. Buyur bacıoğlu. Bu sənin ev eşiyin. Bu Ömrə xanım, bu da uşağın. Bu da Düldülün. Məni azad elə bacıoğlu. İstəyirəm bu yuxusuz 3 ildən sonra bir gecə qorxu ürküsüz rahat yatım. Niyə dilxorsan Zerbi? Dilxoram? Bıçaq vursan qanım çıxmaz. Az qalmışdı balaca bir uşaq neçə illik abır-həyamı, hörmətimi aradan aparsın. Allah tərəfidir. De görün bu uşağın başına bir bəla gəlsəydi, kimsə mənim müqəssir olmadığıma inanardı. Bu uşaq ağıllı başlı uşaq deyil. sən niyə bugün Hürrəylə yola getmirsən? O mənimlə yola getmir xanım. Darı əxi nə deməkdir? Yəni ki, mən pisəm, əxəm. Zerbi,
Hürrəni mənə görə bağışla. Bəli ağa, bağışlayaram. Canımı istəsəz verərəm. Xoş gəlmisə bacıoğlu. Gecikmişdin deyə niyaran qalmışdıq. Xəcalətliyəm Zerbi. Muxtar sənin çiynində ağır bir yükdür. Allah qüvvət versin ki, bunun əvəzini çıxım. Bəli ağa, zəhməti yoxdur. Biz sizin qulamınızıq. Buyur hacı. Əllərin var olsun, xanım. Anamdan nə xəbər var? Xəbərsiz deyiləm. Bir dəfə görüşünə getmişəm. Şükür Allaha, halı yaxşı idi. Bircə biraz yol yorğunu idi. Biraz da qəriblik hiss eləyirdi. Ləfqaya gəlsəydi, qəriblik hiss eləməzdi. Yox, olmaz axı Muxtar. Ummu Sabit məndən böyükdür. Doğma xanım onun evinə getməli idi. Mən demək istəmədim ki, nə üçün Günü bacının evinə gedib. Yaxşı bilirəm ki, səndə həsəd və paxıllıq yoxdur. Amma doğma təbiət, bağ-bağça, toyuq-cücə həvəskarıdır. Ləfqa onun üçün Taibin ab-havasını verərdi. Küfədə sanki qəfəsdəki quş kimidir. Doğma xanım fəzilətli, xoşxasiyyətli qadındır. Allah bilir ki, ondan ünsiyyətdə olmaq mənim üçün nə qədər xoşdur. Amma kaş ki bu yaşlı qadını ömrünün axırında Taifdəki ev eşiyindən ayırmayaydınız. Bundan başqa çarəm yoxdur ömrə. Hicazda Ali Zübeyrin mənlə inadına görə Taif döymək üçün əmniyyətli bir yer deyildi. Qorxurdum ki, onu girov götürüb məni təslim olmağa vadar eləyərlər. Yəni, Ali Zübeyir bu qədər laqeyd və əxlaqsızdır ki, öz düşmənləri ilə müharibə eləmək üçün onların ev və ailələrini əl uzadır? Ali Zübeyir ən təhlükəli və fasiq adamlardandır. Kəbə od içində yanan gecə mən bunu öz gözlərimlə gördüm. O gecə Zübeyrin oğlunun Kəbiyə necə baxdığını müşahidə elədim. Şeytanı baxışlar idi ömrə. Adamın tükləri biz-biz olurdu. Bilirsən o necə şad idi? O istəmirdi ki, yanğın sönsün, inanırsan? Axı niyə? Bundan Yezid hökumətinin yıxılacağını və Zübeyri hökumətinin bərpa olacağını iddia eləyirdi. Deməli, Məkkə şəhərinin sovqatı bu idi? Bundan sonra Muxtar iki meydanın nərə çəkən şiridir. Yezidilər və Zübeyrilərlə olan döyüş meydanı. Məkkədən nə sovqat gətirəcəyimi gözləyirdin? Hacı, Həc səfərinin ən yaxşı sovqatı mərifətdir. Yeni düşməni tanımaq, deyərdim ki, az iş deyil. Odur ki, ömrə, çətin günlərə hazır ol. Elə bilirdin ki, ömrə yalnız mətbəxdə bişir-düşür eləyən qadındır. Sən bir evimizə bax. Sən olmayan vaxtlarda hər bir şeyi səliqə ilə qoruyub saxlamağa çalışırdım. Bircə sən yox idin ki, sənsizliyə də dözmək çox çətin idi. Qızımızın saçlarının sayı qədər gözümü yollara dikmişdim. Sən qılınc vururdun, mən də qızımızın saçlarını darayırdım. Sən Kəbəni müdafiə edirdin, mən də onu hekayə eləyib qızımızın qulağına oxuyurdum. Mən düşmənin qarşısında dayandım, sən də qəlbinin. Deməli, sənin cihadın daha çətinmiş. Zəhmətin də çox.
Məyər indi qənimət bölmək vaxtıdır, hacı? Düşmənlərə qalib gəlmək üçün səni qarşıda uzun bir yol gözləyir. Axı niyə oturmusan? Qalx ayağa. Sən 3 ildir ki, Küfədən uzaq idin. Hüseynin tərəfdarları yolunu gözləyir. Kiyan, nəysə itirmisən? Əl ayağımı itirmişəm, bin Kamil. Əl ayağım əsir. Ürəyim güp-güp eləyir. 3 ildir ki, Əbu İsaqı görmürəm. Bizim aramızda heç vaxt bu qədər ayrılıq olmayıb. Bicliyin yoxdur Kiyan. Özünü tez bir uza verirsən. Mənim özümdən aslı deyil. Bəzən köksündəki iradə və eşqə qibdə eləyirəm Kiyan. Xoş halına ki, həmişə muradın olub, aşiq olmuşsan. Geri dön Kiyan. Məşuqunun üzü göründü. Kiyanın div öldürən Rüstəmi. Xoş gəlmişsən. Xoş günün olsun Heydərin aşıqı. Bu Kiyan sizi İran dastanının Rüstəmi eləməyənədək əl çəkən deyil. Ərəbin məhşur pəhləvanını arzu olunan yerə çatdırmaq istəyir. Əhlən və səhlən Əbrəhə öldürən igid. Əbrəhə öldürən və div öldürən? Hər ikisinin bir mənası var, bin Kamil. Əbu İsaq, sən həm ərəb üçün, həm də mən İranlı üçün bir xilaskarsan. Əbu İsaq kimi bir adam xas qövmə tayfiyə nəslə aid deyil. Hamınındır. Səninlə zarafat da eləmək olmur Kiyan. Şit zarafat idi. Deyəsən yenə də bunun İranlı damarı cuşa gəlib. De ki, özümün ərəb damarım cuşa gəlib. Oyan buyan eləmə, ərəbsən ki ərəb. Ürəyim bu uşaq yana davadalaşınız üçün yaman darıxıb. Bu uşaq yana hərəkətlərinizlə mənə sataşmaq istəyirsiniz? Biraz zarafat elədik ki, ürəyiniz açılsın. Allahın bəyənmədiyi tərzdə zarafat eləməyin. İnnə əkramakum indəllahi ətqakum. Eşitmişdik ki, çox dəyişmisiniz. Dəyişmişəm. Arzularımın çoxundan əl çəkmişəm. Bir çox inanclarım tamamilə dəyişib. Dəyişilmişəm. Ey Hüseynin intiqamını alanlar. Bu, azad insanların şüarıdır. İstər ərəb, istər əcəm. İrq, tayfa davası eləmək, hətta zarafatla da olsa, ərəb və əcəmin əyanlarının işidir. Əlinin müxlis tərəfdarlarının işi yox. Heyf ki, pak ruhunuzu şeytani kəlmələrlə çirkəbə bulaşdırırsınız. Ərəb və əcəm, hər ikisi bir Allahın bəndəsidir. Bir-birinə qardaş və bərabərdirlər. Üstünlük dəyanətdədir. Bütün dostlarla söhbət eləmişik. Təqribən küfəllərin yarıdan çoxu beyyət eləməyə hazırdır.
Eşitmişəm şiələrin alim və başçılarının çoxu Süleymanın ətrafında yığışıb xuruc eləmək istəyirlər. İntihar eləmək istəyirlər Muxtar. Süleymanın lazımi bacarığı yoxdur, Muxtar. Niyə qəbilə başçıları onun ətrafına yığışıblar? Çünki sən Küfədə deyildin. İbn Ziyad qaçandan sonra möminlərin yeganə pənahı Süleyman idi ki, özünü təvvab adlandıraraq, ya Ləsara Təl Hüseyn deyə fəryada başladı. Əsas bu işi həyata keçirməkdir. Mən ya Süleyman, fərqi yoxdur. Süleyman sizin barənizdə yaxşı düşünmür, Əbu İshak. Sizin hökumət arzusunda olduğunuzu düşünür. Hüseynin qanı bəhanədir. Mən qövmün başçılarının çoxu ilə söhbət eləmişəm. Siz qiyam eləsəz, sizə qoşulacaqlar. Haqları da var. Süleymanın döyüş işlərində lazımi tədbir və bacarığı yoxdur. O öldürmək arzusunda deyil Əbu İshak. Ölmək arzusundadır. Küfəyə qüdrətlə daxil olmalısan, Əbu İshak. Yox. Mən Küfiyə səssiz, səmirsiz daxil olacağam. Qəbilə başçıları ilə söhbət eləyib onları ətrafıma toplayacağam. Bizim öz qüdrətimizi göstərmək, möminləri iki hissəyə bölmək deməkdir. Ali Zübeyir bizlə təvvabinləri bir-birinin canına salıb Küfiyə sahib olmaq istəyir. Zerbi. Düldülün üstündəki yəhəri götür. Nə üçün bacıoğlu? Minib çapma vaxtı çatıb. O çox yeyib yatıb. Yox, hələ onun belinə minmək vaxtı çatmayıb. Tez nədir? Hələ gecikib bacıoğlu. Min gör necə naz qəmzə ilə gedir. Yortma gedəndə sanki rəqs edir. Elə bil çapmır, uçur. Min gör nələr görəcəksən. Düldül meyrac atıdır Zerbi. O hazırdır. Mən hələ hazır deyiləm. Bəs Küfəyə nə ilə gedəcəksiniz? Həmin Məkkə həmsəfərimlə. O dili ağzı bağlı yazğın halı qalmayıb. Axı günahdır. Məkkədən bura kimi çapıbsa çox himmət eləyib. Heyvan qocalıb. Cavanlıq qüdrəti yoxdur. Bir-birimizi yola verərik. Yaxşı, gəl gedək. Gördün də, mən bacardığımı elədim. Alınmadı. Gələk, yenə də gözləyək. Allah bilir sənin üçün nə yuxu görüb. Dublyajın rejissoru